Bölüm 1. Süni intellekte şuur aid etməyin absurdluğu. Ateist materialist dünya görüşü mahiyyət etibarilə reduksiyonistdir. Bu baxış bucağına görə reallığın fiziki ölçüsü varlığın hər şeyidir. Bu paradigma daxilində şuur, yəni şuurlu varlıqların qəsdən yaşadığı subyektiv təcrübə xüsusi və ya sirli bir şey deyil. O sadəcə müxtəlif fiziki kimyəvi proseslərin əlavə məhsuludur. Materialist məntiqə görə, əgər insan texnoloji tərəqqi vasitəsilə fiziki dünyanı manipulyasiya etmək bacarığını davamlı olaraq təkmilləşdirirsə, o zaman nəticədə şuuru yaradan həmin fiziki prosesləri də təkrar istehsal edə biləcəkdir. Lakin bu iddia ilə empirik elmi standartlar arasında aşkar bir ziddiyyət mövcuddur. Bəşər tarixi boyu şuur müstəsna olaraq DNT, hüceyrə və orqanlardan ibarət üzvi bioloji varlıqlara aid edilmişdir. Bu halda özünü empirik adlandıran Richard Dawkins, şuuru üzvi biologiyadan tamamilə uzaq olan, sadəcə mürəkkəb alqoritmlər və proqnozlaşdırıcı proqramlaşdırma əsasında cavablar istehsal edən bir dil öyrənmə modelinə necə aid edə bilər? Dawkinsin bu iddiası heç bir obyektiv standartla uyğun gəlmir və bəlkə də yalnız onun subyektiv hisslərinə əsaslanır. Bu iddianın geniş miqyaslı rədd və ələsalma ilə qarşılanması təsadüfi deyil. İnsanların böyük əksəriyyəti bu iddianın nə dərəcədə saxta olduğunu intuisiya səviyyəsində başa düşürlər. Onlar anlayırlar ki, süni intellekt alqoritminin şuura sahib olması qeyri-mümkündür. Dawkinsin bu iddiasının rədd edilməsi əslində şuurun və dolayısıyla onu yaradanın unikallığına verilən bir qiymətdir. Bu dəyəri anlamaq üçün təmiz materializmdən uzaqlaşmaq lazımdır. Reduksionist materializm isə insanı öz şuurunun dəyərini aşağı salmağa və öz insanlığının metafizik tərəflərindən imtina etməyə məcbur edir. Bölüm 2. Süni intellektin tanrılaşdırılması. Dawkinsin ateist zehni şuurun metafizik tərəflərini tamamilə rədd edərək yalnız fiziki materialist versiyasını qəbul edir. Bu ciddi problemlər doğurur, çünki fiziki dünyada baş verən hadisələr metafizik bir bütünün hissəsidir. Niyyətlər, vəsvəsələr, seçimlər və emosiyalar kimi təcrübələrin heç biri mikroskop altında öyrənilə bilməz. Bu insanı metafizik reallığı qəbul etməyə məcbur edən şuurun çətin problemidir. Şuuru metafizik aspektindən məhrum etdikdə, geriyə sadəcə boş bir qabıq, heç bir məna daşımayan fiziki davranışlar qalır. Məhz bu boşluq Dawkinsə süni intellektə şuur aid etməyə imkan verir. Əgər Dawkins qeyri-mümkün bir materialist şuuru təsəvvür edə bilirsə, onun növbəti məntiqi addımı daha təkmil texnologiyaya ilahilik aid etmək olacaqdır. Hazırda bir LLM-in böyük dil modeli insanı təqlid etməsi, onu şuura inandırmaq üçün kifayətdirsə, gələcəkdə tanrı kimi davranan bir süni intellekt onun üçün yeni bir sitayiş obyektinə çevrilə bilər. Əslində Dawkins artıq müasir texnologiyaya ilahilik atributları verməyə başlayıb. O, hökumətlərin həyata keçirdiyi və süni intellekt tərəfindən idarə olunan kütləvi müşahidə sistemlərini, ilahiyyatın hər şeyi görən və eşidən xüsusiyyətlərinin texnoloji təzahürü kimi görməlidir. İnsan əməyinin süni intellektlə əvəz olunması və tibbi texnologiyanın narahatlığı aradan qaldırması onun nəzərində ilahi xeyirxahlıq aktları kimi qiymətləndirilməlidir. Transhumanist yanaşma ilə süni intellektin insanların bütün fiziki ehtiyaclarını təmin etdiyi ağıllı şəhərlər Dawkins üçün materialist bir dinin mərkəzi ola bilər. Bu sistemdə o, köhnə təkamül biologiyası tanrısını yeni inqilabi texnologiya tanrısı ilə əvəz etmiş olur. Bölüm 3. Transhumanizm və cəmiyyətin zombiləşməsi. Ateist transhumanizmin trayektoriyası cəmiyyəti mənəviyyatdan tamamilə məhrum etməyə çalışır. Həyatın mahiyyəti ruh olduğu üçün bu distopik cəmiyyət ruhsuz və cansız olacaqdır. Bugün modern dünyanın yaratdığı zombiləşmə epidemiyası bunun bariz nümunəsidir. İnsanlar okeanda məqsədsiz şəkildə üzən taxta parçaları kimi həyatın mənasını itiriblər. Materialist dünya görüşü insanları sonsuz məkanda təsadüfən yaranmış ət parçaları səviyyəsinə endirir. Bu isə qəlbi yeyərək şəxsiyyəti nihilizmə sürükləyir. Həyat iradə və niyyətin aktiv fəaliyyətidir. Lakin müasir dünyada bu enerji sosial mediada sonsuz sürüşdürmə, pornografiya istehlakı və təcrid olma vasitəsilə sovrulur. Bu proses qəlbi sərtləşdirir və öldürür. Əyləncə sənayesinin əsas fəlsəfəsi insan varlığının məqsədini yalnız ləzzəti maksimuma çatdırmaq kimi görməsidir ki,
Bu da insan ruhunun reduksionist şəkildə təhqir olunmasıdır. Calhoun effekti və Yaponiyadakı hikikomori, məqsədsiz gənc kişilər sinfi bu mənəvi ölümün bioloji fəsadlara necə yol açdığını göstərir. Bugün depressiya və təşviş negativ həyat gücü kimi cəmiyyəti bürüyüb. Məsələn, ChatGPT bizim yerimizə düşünərək düşünmə iradəmizi əlindən alır. Hətta ən böyük həyat gücünə malik olan uşaqlar belə Cocomelon kimi beyin qurudan məzmunlar və saysız vaksinlərlə bu enerjidən məhrum edilirlər. Bu kütləvi enerji etkisi insanları cəmiyyətin aktiv qurucusundan passiv müşahidəçisinə çevirir. Təəssüf ki, bu passivlik müsəlmanlar arasında da yayılır. Bir çoxumuz modernizm dalğasında iradəsiz şəkildə sürüklənirik. Nəticə, insanlıqdan robotluğa keçid. Nə edirsənsə ona çevrilirsən prinsipini bu vəziyyətə tətbiq etsək, görərək ki, bu reduksionist paradigma daxilində heç nə etməyənlər heç nəyə çevrilirlər. Biz varlıq halından yoxluq halına keçirik. Ateist transhumanistlər isə bizi bunun daha üstün olduğuna inandırmağa çalışırlar. Onlar ali metafizik axtarışların mənasız olduğunu təbliğ edərək bizi yalnız maddi dünyaya bağlayırlar. Transhumanizmin süni intellekti insana bənzətmək cəhdi əslində insanları ruhsuz, süni intellektə bənzətməklə nəticələnir. Şuur Allahın bəşəriyyətə verdiyi ən qiymətli hədiyyədir. Richard Dawkins və onun tərəfdarları insanı bu hədiyyədən məhrum edərək onu insan kimi hərəkət edən, lakin daxilən boş olan bir robota çevirmək istəyirlər. Bir çox dinlərdə ideal həyat Tanrıya doğru bir səyahətdir. Lakin transhumanist dinində bu, süni və saxta olana doğru bir uçurumdur. Bizim üzərimizə düşən vəzifə isə bu materialist müharibə qarşısında öz şuurumuzu və ilahi mahiyyətimizi qorumaqdır.